Ondan mənə bağlı olmadı. Ondan mənə olmuşdu. Özünüzü təqdim edin. Vallahi mən Şuşa şəhəri. Familiyanızı. Adım Yusuf'dur, familiyam vereyim. Şuşa şəhərindenəm. Göyçədə məskunlaşmış. Burada Göyçəyə Kəsrə Telekomun biraz məsələsi. Neçəncə 92'de gelmiştik burada Göyçəyə. Ha. Orada Şuşanın Göyçədə məsələşmişik. Kəsrə Telekomunun opşu dilində. Bilirsiniz, biz müstəqil redaktorla birliyin xətti ilə rəy sorğusu keçirdik. Rəy araşdırması bir jurnalist kimi, mən orada birliyin rəhbəri kimi. Bugünkü gündə keçmiş Sovet məkanında bizim Azərbaycan xalqında bir belə fikir yaranır ki, anonim yazmaq, kimisə təhqir etmək. Biz onu araşdırırıq. Yəni, bugün jurnalistika mediaya aid olmayan şəxslər, kimisə şantaj edir, şər böhtan yağdırır. Məsələn, bizə bugün birliyimizin də xətti budur ki, istəyir dövlət məmuru olsun, istəyir sadə vətəndaş olsun, onların hüquqlarını kim koruyursa, onlara kim şər böhtan yağdırırsa, yəni onlara qarşı biz araşdırma aparırıq. Çox gözəl. Bugünkü gündə Göyçə rayon səhiyyə şöbəsində vəziyyət elə yaranır ki, məsəl üçün, Vidadi Babayev adlı bir şəxs, heç bir mətbuata aid olmayan şəxs, birbaşa həkimləri təhqir etmiş və onlar haqqında şər böhtan yazaraq hara gəldi, anonim məktub yazır. Amma bu reallıqdan uzaqdır, mən bilən, araşdırmışıq. Amma sizin fikirlərinizi öyrənmək istəyirik. Bugün səhiyyə şöbəsində sizə münasibət necədir, necə qayğı vəsilə bir qaçqın kimi, yəni məskunlaşmış qaçqın kimi, öz fikirlərinizi bilirsiniz. Mən özüm bir iki gün əvvəl naxır xəstə oldum. Məndə afrizat vardı. Böyrək xəstəliyi. Bu apres olasıydı. Gəldim buraya, mən gələndə Vladimir doktor dedi ki, içəridə yara göstərir. Məni göndərdi Bakıya. Getdim Bakıda, 11 yıl keçdim, mənə yaya durmadılar. Sonra gəldim Vladimir doktor yanına, Famil doktor yanına. Dedi, mən ölsəm sizin bıçağınız altında öləcəm. Famil doktor başda durmaq şərtiyle. Famil doktor kimdir? Bizim baş həkimdən bax bu. Göyçə rayon səhiyyə şöbəsi mi? Hər şey bilirsin. Gəldi bura, dedi, bu kişiyi 3 şəhid verir, 3 oğul itirib. Xahiş edirəm, bu kişiyə nə yüzüqlər sərf edir, mən də başda olmaq şərtiyle. Məni apres elədi, birinci dəfə. 2 saat qaldım apresə, burada nə dəşi oldu, bir həkim yadmadı, apres elədi. Bir aydan sonra şilak koydu mənim bədənim, afsat faiz vardı, içəridə yara varmış. Sonra bir aydan sonra getdi, məni yenə apres elədi. Məni bu həyata bu Göyç həkimləri qaytarıb. Bir gün mən bunlarla razıyam, ölünce mən bunlarla razıyam. Sizin bu cərrahi əməliyyat olanda sizə qarşı cərrahi əməliyyat olunur və bundan sizə rüşvət tələb elədilər, xərcüz çıxdı mı? Mənim dərman pulum da özləri alıb verib, məndən bir qəpək də almayıblar, 2 də apres olmuşam, yoldaşım da şahiddə oturarım, sizə apres eləyib. Göyç həkimi, həkim mənim 76 yaşım, mən Göyç həkimləri görməmişəm. Bizim dövlətə layiq adamdır həkimlər, mən düzün deyirəm. Bizim prezident deyir ki, xalqa xidmət edin, xalqın qaydına qalın. Elə sağ olsun, bunlar da prezidentə layiq adam. Bax, bunlar bizə belə qayı göstərir. 2 dəfə apres olmuşam, hələ məndən bir abbas almayıblar. Özdə mənim dərman pulum zahan düş oldu, baş həkim deyir. Deyib ki, məni qutarı yola salıblar, ailəm də apres edib. Mən bunları belə görmüşəm. Çox sağ olun, çox sağ olun. Mən bunları belə görmüşəm. Çox sağ olun. Özünü təqdim edin. Əhmədov Rasim Zeynaloğlu. Rayon səhiyyə şöbəsi ilə bağlı öz fikirlərinizi bildirin. Öz fikirlərim ondan ibarətdir ki, mən 15 ilətdən, 14 il var, onlar da belə, 10 ildən çoxdur. Mən şəkər xəstəsiyəm. Mənim gəlim şəkər xəstəsidir, bacım şəkər xəstəsidir. Biz pastanın şəkər xəstəsi ilə əlaqədar, şəkər dərmanı ilə əlaqədar pastanı gəlirik. Hər ay mütəmədə olaraq bu dərmanları alırıq. Baş həkim mənim üzr istəyirəm, yoldaşım da bura işə götürür. Ondan sonra kürəkənim də burada işləyir. Yəni, konkret sizdən rüşvət və yaxud hər hansı 10 köpük görmür. Heç şey. Yəni, qayğı göstərirlər. Daim qayğı göstərirlər. Elə o pastanı hələ orada da, məsələn, kollecin yataqxanasında da orada mektub taşmışdı. Seslər də gəlib orada cəmiyyətə iynə varırdı. Sonradan da indi bu aralarda oldu. Pastanı qayğı görmüşük biz onu. Aile hiçbir şey yok. Çok sağ ol. Çok sağ ol. Çok sağ ol.
Mən Ağamaliyeva Güldənə Əmrah qızıyam. Özüm şəhid anasıyam. Güldənə xanım, bax bugünkü gündə Bugünkü gündə mənim səhiyyədən heç bir narazılığım yoxdur. Səhiyyə şöbəsindən. Xəstə oluram, mən poliklinikaya gəlmirəm. Eşidirlər, mənim üstümə gəlirlər təmənnası. Şəkərəm, özüm də, gəlinim də. Ay, iynəm verilir, dərmanım verilir, aparatım verilir, çöpüm verilir. Mən nəyə görə durum, rayonumdan şikayət edeyim? Mən Göyçayımın, qulaq as, yetiməm Göyçayda, yetimə yiyə durmuşam. Mən Göyçayımın millətinə də qurbanam, torpağına da. Göyçay, elə bilirəm ki, Göyçay mənim doğma ana vətənimdir. Göyçaylılar məni ac olanda doydururlar, xəstə olanda mənə yoluxurlar, Göyçay cəmaatı güc yaşasın. Güldənə xala, bax, səhiyyədə rüşvətxorluqdan... Mən görməmişəm. Görməmişəm. Yəni, Mənim gəlinim ağır əməliyyat olunur. Famil doktora demişəm ki, gəlinim əməliyyat olunur, görüb soruşum. Məndən bir köpük pul almayıb, nə xadiməsi, nə həkimi, nə sestrası. Mən yalanla niyə şəraitım qalxar? Çox sağ ol, Allah sağ olsun. Mən minnətdaram sizə də, prezidentimə də, Göyçayımın millətinə. Özünü təqdim edin. İkinci qrup Qarabağ əlli, Rövşən Şərifov. Göyçay rayon Qarabağ əlləri, şəhid əlləri İctimai Birliyinin sədri. Rövşən mən, qardaşlar da Qarabağ əllilərdir. İkinci qrup Qarabağ əlli Qərb Oğuzov. İkinci qrup Qarabağ müharibəsinin Mühtərib Teymur. İkinci qrup Qarabağ əlli Abbasov Şahan. Bilirsiniz, burada nə problem yaranır? Bugünkü gündə səhiyyədə olan rüşvətxorluqla bağlı, korrupsiya ilə bağlı bəzi adamlar yazılar ki, güya ki, səhiyyədə, mən deyə bilmərəm ki, hər yerdə təmizlik, heç bir dünyada da yoxdur, yəni sivil dövlətlərdə də korrupsiya var, Azərbaycanda da bu labüddür var, amma burada bir reallıq var da, yəni sizə qarşı, Qarabağ veteranlarına və əllilərinə qarşı bir birliyin sədri kimi, səhiyyədə sizə qarşı rüşvət tələb ediblərmi və sizi müalicə pul istəyiblərmi? Bu məsələ var. Biz belə negativ hallara rast gəlməmişik. Həmişə bizi növbədən kənar qəbul ediblər, lazım olan dərmanla ilə. Yəni imkanlar nəyə çatır da, güclər nəyə çatır, onu kömək ediblər. İmkan xaricində biz onlardan da elə bir şey tələb edəmirik, heç vaxt. Yəni siz birliyin üzvlərinin adından danışırsınız? Bəli, mən birliyin üzvlərinin adından danışırsınız. Öz adından da danışa bilərəm ki, məsəl üçün, mən özüm şəkərəm, yoldaşım da şəkərdir. Mamam da şəkərdir, papam da şəkərdir. Bura nə dərman düşür, hər ay gəlib alınıq, aparat da verib, şey də verib. Yəni heç bir rüşvət alınmıyor? Yox, heç var. Sizdə nətər, siz hərə öz şəxsi fikrin? Biz də müraciət edən, yəni şəxsən mən öz adımdan danışıram, müraciət edəndə, yəni səhiyyə, Göyçay rayon səhiyyəsi tərəfindən, istəyir baş həkim, istəyir digər həkimlər, poliklinika müdür tərəfindən, yəni heç bir, belə deyək, negativ hallarla qarşılaşmamışıq, hamısı yüksək səviyyədə qarşılayıblar. Rövşən mən demişəm, bu günlərin dövlətin ayırdığı pulsuz dərmanlar nədir, onunla təmin olunub. Yeri gələndə famil doktor, yəni o imkanlardan da xaric kömək eləməyə çalışıb. Yəni belə şəxsən məndən, yəni bir Qarabağ əlli kimi rüşvət tələb olunmuyor. Yəni gündən mücərrəd reallıqdan. Amma dediyiniz kimi, bütün sahələrdə kimi, yəni problem var. Bu duraq deyək ki, problem yoxdur, problemsiz də iş yoxdur. Onda hamı çalışır həllinə düzəlməyə. Yəni siz də həmrəyizdə yoldaşlarım ki ilə razıyıq, elə yəni fakt olaraq bir həftə bundan qabaq ikimiz apres olunmuşuq. Yəni bu da apres olunub, məndə başımda apres vardı. Yəni heç nəsiz, yəni sağ olsun doktor, famil doktor çağırdı, tapşırdı, iynəsi, dərmanı, hamısı xəstəxananın öz hesabından. Yəni 1 manat da xərcimiz çıxmadı, apres olunduq, rahat da çıxdıq. Çox sağ olun, Allah sağ olun.